Hekayə 14 yaşlı bir qız ad gününü ailəsi ilə qeyd edir. Bu münasibətlə valideynləri ona yeni bir dəftər verirlər. Qız bundan son dərəcə məmnun olur. Gecə atası qızın otağına girir və ona yatmağın vaxtının gəldiyini xatırladır. Qız özünü dəftərdən ayıra bilmir və atası qızının nə etdiyini düşünür. Qız deyir ki, Bakılı Yusif adlı bir oğlanla danışır. Dediyinə görə oğlan məktəb voleybol komandasında oynayır və o da voleybolçu olduğundan maraqları oxşardır. Atası qızının kiminlə danışdığına diqqət yetirmir və vecinə də deyil. Səhər məktəbin ən populyar qızı Zəhra qızın yanına gəlir və onun qardaşı Əlinin təşkil etdiyi məclisə dəvət edir. Qız bu qızlarla dost olmaq istəyir və dərhal razılaşır. Şam yeməyi zamanı yeni tanışı Charlie-yə mesaj yazdığı üçün telefona yapışır. Anası Lin ondan telefonu yerə qoymasını xahiş edir. Ailəsi Yusifin kim olduğu ilə maraqlanır. Məlum olur ki, anası müəllim, atası isə idman kanalında aparıcıdır. Ertəsi gün qız evə qayıdır və ona voleybol komandasına qəbul olunduğunu deyir. Sevincini Yusiflə bölüşməyə tələsir və ondan soruşur. Bundan sonra oğlan etiraf edir ki, 16 yaşında deyil, 20 yaşındadır və universitetin 2-ci kurs tələbəsidir. Qız bundan təəccüblənir, amma biraz düşündükdən sonra yazır ki, böyüyən hər şey yaxşı olacaq. Gecə qız Zəhranın yay evində keçirilən məclisə gedir və evə qayıtdıqdan sonra atasına qızlardan qorxduğunu deyir. Dediyinə görə orta məktəbdəki uğuru bu qızlardan asılıdır, çünki onlar məktəbi tamamilə idarə edən qəbiristanlıq qızlarıdır. Ata qızına səbirli olmağı deyir və qız ürəyini boşaldır. Ertəsi gün anası Ennini dostu Məryəmlə birlikdə ticarət mərkəzinə aparmaq istəyir. Zəhranın baş geyimindən təsirlənən Enni müxtəlif papaqlar alır. Anası qızına Zəhranın erkən yetkin bir qız olduğunu və onun davranışına paxıllıq etməməli olduğunu deyir və papaqları mağazaya qaytarmasını tələb edir. Həmin gecə Anni bu barədə Yusifə danışır. O, yenidən əsl yaşı ilə bağlı yalan danışdığını etiraf edir. Məlum olur ki, onun 25 yaşı var. Anni çox əsəbləşir, amma ona bir neçə dəfə zəng edib canım, canım dedikdən və göndərdiyi şəkillərə baxdıqdan sonra sakitləşir. Sonra kişi qızdan yatmaq üçün nə geyindiyini, dərisinin rənginin nə olduğunu soruşur və ona intim şəkillər göndərməsini tələb edir. Səhər Əli valideynləri ilə başqa bir şəhərə yola düşür. Orada Əli kollecdə oxuyur. Belə bir mesaj alan Anni dərhal ona Yusiflə görüşməyi təklif edir və onlar ticarət mərkəzində görüşməyə razılaşırlar. Yusif qızın yanına gələndə məlum olur ki, onun 25 yaşı yox, ən azı 40 yaşı var. Qız ağlamağa başlayır, çünki gənc oğlan gözləyirdi. Amma qarşısında yaşlı bir kişi var. Kişi onu sevdiyini deyir və heç olmasa ata və qız kimi ticarət mərkəzində gəzməyi təklif edir. Qız müqavimət göstərmir, çünki xəyanətkar oğlan yaxşıdır deyə düşünür. Gəzərkən birdən bir kişi onları görür. Bu, qızın tanıdığı bir kişidir və onu məmnun etməklə onun etibarını qazanmağa başlayır. Qıza qızın həqiqətən istədiyi qırmızı dəbli bir don verir. Bu, anasının geyinməsinə icazə vermədiyi paltarlara bənzəyir. Qızı otel otağında onunla görüşməyə inandırır. Qız gənc və təcrübəsiz olduğundan razılaşır və paltarları geyinəndə Yusif ona deyir, 14 yaşında görünmürsən, yetkin görünürsən canım. Yusif qızla cinsi əlaqədə olur və baş verən hər şeyi kameraya çəkir. Ertəsi gün Enni Yusifə mesaj göndərir, amma cavab almır. Qız indi ümidsizliyə qapılır, mənimlə kim evlənəcək, deyə düşünür. Onun vəziyyəti məktəb rəhbərliyinə bildirilir və polis Ennini xəstəxanaya aparır. Valideynləri də dərhal gəlirlər. Qızın DNA nümunələri götürüldükdən sonra cinayətkarın izlərini tapmaq cəhdi edilir və Hüseyn adlı agent istintaqa qoşulur. O, qızın geyindiyi paltarları qızdan almaq istəyir. Agent valideynlərə bunun uzun müddət çəkəcəyini deyir və qızın təcavüzü ilə bağlı istintaq başlayır. Ağıllı hərəkətlərlə Anni evdə Yusifə zəng etməyi bacarır. O, yanında böyüklərin olub-olmadığını soruşur. Qız onu aldadaraq deyir ki, o evdə təkdir. Bu vaxt qoca qızın anasına zəng edir. Xırıltı səsini eşidən qoca onun yalan danışdığını hiss edir və telefonu söndürür. Ana qıza qızına heç nə etməyəcəyinə söz verir və əmisi özü də Yusifi tapmaq istədiyini düşünür. Lakin qızının vəziyyətinin pisləşməsinin əsas səbəbi o olduğu üçün bunu etməmək qərarına gəlir. Annud adlanan Anni psixoloqa müraciət etməyə başlayır.
Qızın sözlərinə görə valideynləri çox narahatdırlar, amma ona qarşı edilən təcavüz onun üçün o qədər də vacib deyil, çünki sinif yoldaşlarının əksəriyyəti artıq bundan xəbərdardır. O, hələ də Yusifin onu sevdiyinə və onunla evlənəcəyinə inanır. Psixoloq qızın vəziyyətinin ciddi olduğunu başa düşür. Hüseynlə əlaqə saxlanılır. Agent ona deyir ki, bu adam izlərini yaxşı gizlədir. O, yazışdıqları OP ünvanını dəyişdirib və həmin gündən etibarən hər yerə nağd pul ödəyib. Gecələr qıza Yusif kimi gənc oğlanların şəkillərini göstərir. Anni əsəbiləşir və Yusifin belə olmadığını deyir. Sonra o, hissləri haqqında danışmağa başlayır və gənc oğlanlardan daha çox yaşlı kişiləri sevdiyini deyir. Zamanla cinayətkarın izləri tapılır. Lakin onun hansı cinayətdən danışdığını müəyyən etmək 2 həftə çəkir. Əgər izlər verilənlər bazasındakı izlərlə uyğun gəlirsə, təcavüzkarı tez bir zamanda tapmaq olar. Atası özü Yusifi tapmaq fikrinə qapılır. Qızının gənc olmasına baxmayaraq 28 yaşlı qızdan daha təcrübəli olduğunu görəndə əsəbləşir və təcavüzkarı yoldan çıxarmaq üçün özünü göstərmək istəyir. Təcrübəsi olmadığı üçün kişiləri telefon mesajlarına baxaraq necə aldatmağı öyrənir. Bir müddət sonra Anni məktəbə qayıdır və ondan üzr istəməyə çalışan bir neçə nəfərlə qarşılaşır. Lakin qız onlara deyir ki, tezliklə getməsəniz sizi valideynlərinə bildirəcək. Atası ilə qız arasında münaqişə başlayır. Ata qızının vəziyyətini öyrənmək üçün psixoloqa getmək istəyir. Psixoloq ona etibarını itirməməli olduğunu deyir. Ata həmişə qızının başına gələnləri düşünür və hətta bir dəfə silah mağazasına gedib cinayətkarı cəzalandırmağı xəyal edirdi. Qızından nifrət edir, çünki qızının xəstə olduğunu bilmirdi və bilsəydi nəsə edərdi. Ertəsi gün əli qayıdır və ailə şam yeməyi zamanı yenidən mübahisə edir. Qız valideynlərindən heç nə deməmələrini xahiş etsə də qardaşına baş verənləri danışırlar. Ertəsi gün Hüseyn gəlir və daha 3 cinayətdə cinayətkarı müəyyən etdiklərini bildirir. Agent aralarında hər hansı bir əlaqənin olub-olmadığını öyrənmək üçün ona təcavüzə məruz qalan gənc qızların şəkillərini göstərir. Lakin Enni heç birini tanımır. Bunu gördükdən sonra Yusifin yalnız onu deyil, digər qızları da istifadə etdiyini anlayır. Təcavüzə məruz qalan bütün qızlar ona oxşayır və hamısının eyni görüş ssenarisi var. Enni hələ də Charlie-ni sevir və onu gözləyir. Lakin bu dəlillərdən sonra onun inamı tamamilə qırılır. Baş verənlərə görə özünü günahkar hiss edir və anasının dəstəyinə ehtiyacı olduğunu başa düşsə də heç nə edə bilməyəcəyini deyir. Bir müddət sonra qızları lentə alan şəxs tapılır. O, qızın atasıdır. O, özünü günahkar hiss edir və ağlayır. O, qızından hər gün baş verənləri ona xatırlatmamasını xahiş edir. Sinif yoldaşları onun şəkillərini paylaşmağa başlayırlar. Enni vanna otağına girir. Birdən qız qəribə bir şey hiss edir. Son anda qapını açır və qızını xilas edir. Enninin xəstəxanadan çıxmasından 1 il keçir. Qız səhər oyanır və atasının pəncərədən masada oturduğunu görür və onun yanına gedir. Ata qızına 2 yaşında ikən heç nədən qorxmadan dalğıc lövhəsindən tullanmasını xatırladır. Qızına qorxmaz olduğunu deyir. Lakin bu dəfə qızını qorumadığını və bir anda etibarını məhv etdiyini etiraf edir, ondan üzr istəyir və onu qucaqlayır. Sonda Yusif göstərilir. Əslində onun bir arvadı və oxşar bir oğlu var, adı Azərdir.